Heydər Əliyev prospektinə 25-30 metrlik məsafədə kubçalı 3 otaqlı, əla təmirli həyət evi təqdim edirəm sizlərə. Evimiz yerləşir Xırdalan şəhərində. Çox gözəl bir ərazidə, yəni prospekt yola tam yaxındır, qoşadaşla tikilib, şəxsi istifadə üçün tikilmiş evdir. Köhnə tikili evdir, yəni yenidən restavrasiya olunub. Təqdimata başladıq, qonaq otağından belə bir səliqəli qonaq otağı var. Təmirdən sonra evdə yaşayış olmayıb. Əsas giriş hissəsi bu hissədir. Giriş qapıdan daxil olarkən bizi qarşılayır belə bir dəhliz. Sağdan sanuzəlimiz bu hissədədir. Bütün aksesuarlar quraşdırılıb, hazır köç yaşa vəziyyətdə. Qonaq otağını təqdim etdim, bu hissədə yerləşir digər otağımız, yataq otağıdır bu otağımız. Kombi, mətbəx mebeli, lüstralar hər biri quraşdırılıb, hazır köç yaşa vəziyyətdə. Görürsünüz belə bir şəkildə. Daha bir yataq otağımız buradadır yerləşir. Metlaq olan hissələr isti döşəmədir. İstilik sistemi kombi sistemidir. Kombi və radiatorlar quraşdırılıb, qeyd etdiyim kimi. Xırdalan şəhərində yerləşir. Prospekt yola cəmi 25-30 metrlik məsafədədir. Sənəd kubçadır, kubça hazır əldədir. Görürsünüz, belə bir gözəl səliqəli təmir olunub. Və sonda sizə təqdim edirəm mətbəximizi. Belə bir mətbəximiz var. Mətbəx mebeli də quraşdırılıb evimizdə. İndi isə keçirik evimizin həyət hissəsinə. Həyətinə rahatlıqla avtomobil daxil olur. Belə bir həyətimiz var. Gördüyümüz böyük bir darvazası. Avtomobil daxil olur. Həyət hissəsinə zircəmisi var. Ərazidə bütün kommunallar fasiləsiz olaraq verilir. Mərkəzi kanalizasiya sistemi var. Baxın, bu da kombitdir. Kombisi quraşdırılıb, hazır. Bütün kommunal xətləri çəkilib. Ətraflı məlumat almaq üçün YouTube kanalımıza abunə ola bilərsiniz. Bizi Instagram və TikTokdan izləyə bilərsiniz. Satışda olan əmlaklarınız barədə bizə məlumat verə bilərsiniz. Yerdən kürsülüdür gördüyümüz şəkildə. Bir daha evimizin daxil hissəsinə girişi təqdim edirəm sizlərə. Belə bir girişimiz var. Bu günə bu qədər dəyərli izləyicilər, növbəti çəkilişdə görüşənədək.